İndi isə dostlar keçid alacağıq Facebook marketinqə və Facebook marketinqdə Shopify-da dropshipping edənlər üçün ən ideal platforma hesab olunur. Bugünə qədər biz sizə həm TikTok AD'si, həmçində influencer marketinqi öyrətmişik və həmin influencer marketinqdən və yaxud TikTok AD'sidən istifadə edərək satışlar edən tələbələrimiz demək olar ki, hər kəsdir. Və artıq qərarı aldıq ki, biz sizlərə Facebook reklamlarını da öyrədək və bunun dərsini keçək. Influencer marketingdən və yaxud TikTok AD'sidən istifadə etdikdən sonra artıq Facebook reklamlarına da keçid etmək olar. Çünki birincidən Facebook reklamlarından istifadə etmək sizin üçün bir qədər çətin olacağını düşünürdük. Facebook, belə deyim, ən populyar sosial şəbəkələrdən biridir. İstər Avropada, istər də Amerika və yaxud da Kanadada milyonlarla istifadəçisi var. Və Facebook demək olar ki, bizim gündəlik orada hansı videoya baxdıq, nəyə axtarışa verdik, bax bu məlumatları toplayır. Hətta yəqin ki, özünüzün də qarşısına çıxıb, tutalım Messengerdə hansısa Facebook dostunla, tutalım elektronika məhsulları haqqında danışırsan, soruşursan ki, hardan alım, necə alım filan. Elektronika məhsulu haqqında danışdıqdan təxminən 5-10 dəqiqə sonra Facebookda əsas səhifədə görürsən ki, sənin qarşısına hansısa mağazanın elektronika məhsulunun reklamı çıxıb. Bu isə o deməkdir ki, yəni Facebook həmin o Messengerdə bizim maraq dairəmizdə olan, nədən söhbət etmişiksə, ümumiyyətlə bizim maraq dairəmizə uyğun reklamları qarşınıza çıxardır. Tutalım biz Facebookda adətən pişik videolarına, ümumiyyətlə ev heyvanlarına aid videoları izləyiriksə və yaxud danışıqda gündəlik olaraq hansısa qruplarda, məhz ev heyvanlarına aid olan qruplardayıqsa, biz əgər pet kateqoriyasına satış edib həmin o məhsulumuzu reklama vuracaqsa, Facebookda reklam edəcəksə, həmin o şəxsin qarşısına çıxacaq. Bu isə təbii ki, bizim satışlarımızı artıracaq. Çünki həmin insanın maraq dairəsi məhz ev heyvanlarınadır. Ona görə də məncə artıq ekrana yaxın əyləşməyin vaxtıdır. Çünki Facebook reklamlarının əyani şəkildə biz indi sizə göstərəcəyik. Onu da unutmayaq ki, əziz dostlar, bu bizim yeni açdığımız bir saytdır. Yəni əsas saytımız, əsas mağazamız deyil təbii ki. Yeni açdıq ki, hər şeyi sıfırdan sizə detallı şəkildə göstərək. Belə. Və Shopify-ın əsas beyni olan, ən əsas sales channel-ı olan Facebook marketing dərsindəyik hal-hazırda. Facebook Shopify-da ən güclü platformadır satış eləmək üçün. Çünki Facebookda olan datalar heç bir platformada yoxdur. Belə deyim, Facebook indiyə qədər ən köhnə platformalardan biridir və ən çox userlərə sahib olan bir platformadır və buradakı userlər artıq 10 ildir, 15 ildir bu platformanı istifadə edir və həmən bu userlərin haqqında Facebook yetəri qədər məlumatı var ki, məsələn, kimin pişiyi var, kim BMW sürür, kim Mercedes sürür, kimin maşını var, ümumiyyətlə yoxdur, kimin uşağı var, kim universitetə girib, kim məktəbdə oxuyur. Yəni, bütün bu datalar haqqında və kimin neçə yaşı var, hamısı haqqında Facebook xəbərdardır. Və biz də Facebookun bu xüsusiyyətindən istifadə eləyərək öz Shopify-dakı məhsullarımızı pullu reklamlar eləyərək satışlar eləyəcəyik. Facebookda satış eləyə bilmək üçün bizim ilk öncə Ads Manager hesabımız olmalıdır. Amma bundan da öncə bizə nələr lazımdır və sıralama bütün addımları hamısını buraya yazmışam. Və siz bunları görə hər birini addım-addım eləyəcəksiniz. Facebook Ads Setup üçün birinci Facebook Business Page lazımdır. Yəni Facebookda bizim professional bir səhifəyə ehtiyacımız var. Bizim mağazamızın adı Berimex-dir. Təlim başlayandan bəri görürsünüz. Bu Berimex'in burada səhifəsini indi biz yaratmalıyıq. Buradan Page hissəsinə gəlirik və buna tıklayırıq. Tıkladıqdan sonra isə burada Create New Page var. Bura tıklayırıq. Və biz burada öz brendimizin adını yazırıq. Berimex. Və bizim kateqoriyamız nədir? Onun haqqında danışmalıyıq. Məsələn, siz paltar satırsınızsa bura Clothing və yaxud hər hansısa bir aksesoriya satırsınız, aksesoriya yazıb buradan qeyd edə bilərsiniz. Məsələn, mən brand olaraq yazıram həmişə, buradan clothing brand də ola bilər, problem deyil. Sonra bio falan hissəsini doldurmaq lazımdır. Buranı da irəliləyən dəqiqələrdə dolduracağıq. Amma hələ ki, gəlin səhifəmizi ilk öncə açaq. Buradan Create Page eləyirik və gözləyirik. Və indi isə bizə bildiriş gəldi ki, bu səhifə artıq açıldı. Və zəhmət olmasa bu brend haqqında biraz daha ətraflı məlumatlar verin.
Burada bizim web saytımız var. Biz bura Berrymex saytımızı əlavə edirik. Buradan Berrymex-ə girdikdən sonra saytımızı kopyalayırıq və gətirib bura əlavə edirik. Fonla burada əgər almışsınızsa xarici nömrə onu əlavə edirsiniz və yaxud burada support e-maili almışıq köhnə dərslərdə. Həmən o e-maili bura qeyd edirsiniz. Və sıra gəlir burada şəkil və cover şəkli əlavə eləməyə. Həm logo, həm də ki, bura cover şəkli lazımdır. Əgər bu şəkilləri indiyə qədər düzəltməmisinizsə, bunu canva.com saytından girib düzəldə bilərsiniz. Məndə hazır var, ona görə bu dərsin vaxtını almadan birbaşa bura yükləyəcəm. Və burada profil şəklimizi əlavə edirik. Hansı ki, burada Berrymex yazılıb, bunu əlavə edirik bura. Və gəlirik buradan add cover fotoya da buradakı cover üçün düzəltdiyimiz cover şəklini əlavə edirik. Buradan gəlirik next bölməsinə basırıq və bu hissəni də keçirik. Keçdikdən sonra bu hissəni də skip edirik. Bu hissəsində və bu hissəsində done edirik. Və beləliklə bizim səhifəmiz artıq açılmış sayılır. Və səhifəmizin bu cür şəkillərini bura əlavə elədikdən sonra, bu görüntünü aldıqdan sonra biz öz səhifəmiz haqqında bəzi məlumatlar da əlavə eləməliyik ki, gələcəkdə Facebook səhifəmiz suspend, ban problemləri olmasın. Ona görə səhifəmiz haqqında çoxlu məlumatlar vermək lazımdır. Məsələn, bura gələk About hissəsinə. About hissəsində burada, məsələn, e-mailimizi qoymuşuq, saytımızın qoymuşuq. Əgər social linkimiz varsa, onu da qoymalıyıq. Məsələn, deyək ki, Instagram linkimiz var. Biz Instagramda iki username-imizi yazırıq. Məsələn, berrymex.com mənim social linkimdir. Bunu bura save elədikdən sonra, baxın, gördüyünüz kimi bu cür link yaranır burada və tıkladıqdan sonra sizi Instagrama aparır və bizim Instagram səhifəmiz zaten hazır idi bu şəkildə. İndi isə qayıdırıq geriyə yenidən və burada Basic Hours-da Add Hours hissəsinə gəlirik. Məsələn, bizim səhifəmiz hansı saatlarda iş saatlardır, onu bildirməliyik. Always open edirik ki, yəni zaten biz online mağazayı hər zaman açırıq. Nə vaxt istəsələr girib alış-veriş edə bilərlər. Cinsiyyətdə hər hansısa bir şey seçməyə ehtiyac yoxdur. Non-binary qalsa bəs eləyir. Və ondan sonra isə gəlin buradan settings ayarlara keçək. Ayarlara keçdikdən sonra isə burada adımızı görürük Berrymex və username-imiz hələ set olunmuyub. Yəni hələ ki özümüzə username seçməmişik. Burada Berrymex yazırıq. Baxaq görə available-dırmı? Not available yazır. Onda okey, berrymex.com belə qoyaq. Bu available-dır. Save change eləyirik və biz artıq bu username-i öz adımıza keçirdirik. Bura parolu yazmaq lazımdır ki, Facebook bunu bizi qəbul eləsin. Artıq username-imizi də set elədik. Bu da hazırdır. Sonra isə səhifəmizdə gəlib burada bio hissəmizi yaza bilərik. Məsələn, bura yazırıq ki, mən indi bura yazı yazacağım, videonu saxlayacağım və sonunda sizin üçün həmən o yazını göstərəcəm. Siz də öz səhifənizdə həmən yazını istifadə edə bilərsiniz. Bu cür bir description yazdıqdan sonra Shop Now-nun arxasına bir dənə də emoji əlavə eləsək daha yaxşı olar. Məsələn, bura gəlirik, Facebook emojis yazırıq və burada gələn ilk saytlardan birinə giririk. Və burada da, məsələn, kart yazdıqdan sonra, məsələn, gördüyünüz kimi bu cür bu şey gəlir. Lap bu olmasa belə, buradan bütün emojilər çıxır və siz bunu buradan tıklayıb kopyalayırsınız. Sonra isə Facebook'a keçib elə bu Shop Now-nun arxasına əlavə edirsiniz. Və belə ilə save eləyirik. Bizim artıq biomuz da hazırdır. Bizim səhifəmiz bu cür hazır olduqdan sonra demək ki, biz artıq burada birinci Facebook Business Page hissəmizi artıq hazır elədik. İndi isə sıra Business Manager Account hissəsindədir. Biz qayıdırıq Facebook'umuza və buradan business.facebook.com saytına keçid eləyirik. Və qarşımıza bu cür bir səhifə gələcək. Burada aşağı düşdükdən sonra siz burada Create a Business Account hissəsini görəcəksiniz və biz bura tıklayırıq. Tıkladıqdan sonra isə yenə mağazamızın adını yazırıq. Berrymex. Və buradan da öz soyadlarımızı yazırıq. Məsələn, mən bu hesabda adınız, soyadınız nədirsə,
O ad soyaddan qeyd keçməlisiniz. Mənim öz adım, soyadım artıq başqa ad account istifadə olunubdur deyə bura Hindistandan aldığım bir Facebook hesabını istifadə edirəm, onun adını yazıram. Və buradan da aldığınız support e-mailini əlavə eləməlisiniz. Və keçirik create eləyirik. Və ora tıkladıqdan sonra qarşınıza bu cür bir yazı çıxacaq. Biz burada bunu BRMX-i seçirik ki, yəni bizim səhifəmiz budur. Bu səhifəyə bağlıdır və next eləyirik. Next elədikdən sonra deyir ki, hər hansısa bir adamı bura, yəni işçi kimi əlavə eləyin. Biz hələ ki bu hissələri skip eləyirik, çünki ehtiyac yoxdur. Bu hissəni də confirm eləyirik. Və beləliklə bizim biznes hesabımız artıq hazır olur. İndi isə biz buradakı Business Manager accountumuz hazır oldu deyə indi isə Add accountuna keçirik. Add accountunu açmaq üçün də təzədən yenə keçid eləyirik bayaqçı o hissəyə. Məsələn, burada business.facebook.com yazısından sonra slash qoyuruq və bura yazırıq ki, settings. Və biz settings yazdıqdan sonra burada BRMX hissəsini seçirik. BRMX hissəsini seçdikdən sonra qarşınıza bu cür bir səhifə çıxacaq. Buradan da Add Account sözünün üzərinə tıklayırıq. Və gördüyünüz kimi deyir ki, BRMX doesn't have any add accounts yet. Yəni BRMX-in heç bir add account yoxdur. Biz ona görə buradan add eləyirik və create a new add account eləyirik. Və burada add account name-imizi yazırıq. Məsələn, bu birisi add accountumun adı Ecom Soldier idi. Burada isə indi olacaq BRMX. Və biz saatımızı burada bu cür ayarlayırıq. Dollar kimi də qalır və next eləyirik. Deyir ki, bu add account nə üçün istifadə olunacaq? Mənim biznesin BRMX hissəsini seçirik və create eləyirik. Biz bayaq heç kəsi işçi kimi əlavə eləmədiyimizə görə burada elə birbaşa bizim özümüzün adımız olur. Və ondan sonra da bu adam burada nə işlər görə bilər onlar eləyirik və yaxud full control veririk. Və ondan sonra assign eləyirik. Sonra isə add payment info eləyirik. Buradan da ölkəniz əgər Azərbaycandırsa Azərbaycan seçirsiniz və məzəndən də dollar kimi seçməlisiniz. Çünki burada az yeni yoxdur. Sizdən bu ödəniş dollar kimi çıxılacaq. Azərbaycan kartından çıxıldığına görə əlavə ƏDV falan da ola bilər, əlavə transaksiya fiylər də ola bilər, currency dəyişikliyinə görə əlavə ödənişlər də almış ola bilərlər. Ona görə də məsləhət görərdim ki, elə birbaşa Wise kartınızı bura əlavə eləyəsiniz. Wise kartınızı əlavə eləyəndə də kartın burada UK olaraq yaza bilərsiniz. Məsələn, United Kingdom olaraq. Ödəniş də US dollar olaraq qala bilər. Next eləyirik. Bura keçdikdən sonra əgər siz ödənişinizi kartla eləyəcəksinizsə kartla və yaxud həmən kartı artıq PayPal-a bağlamışsınızsa birbaşa PayPal-ınızı da əlavə eləyə bilərsiniz. Burada dərsi saxlayıram. Bu məlumatları yazıb keçdikdən sonra dərsə davam edəcəyik. Və ödəmə metodumuzu da ora əlavə elədikdən sonra bizim burada BRMX Add accountumuzun ID-sini də verirlər. Və biz buradan Open in Ads Manager eləyirik. Gördüyünüz kimi burada bizə yeni Add account yarandı. Bunun adı BRMX-dir. Gördüyünüz kimi Add accountumuz artıq hazırdır və biz ona görə buradakı siyahımızın qarşısına onu da əlavə eləyirik. Bizim Facebook Add accountumuz artıq hazırdır. İndi isə bizim sıradakı eləməli olduğumuz iş odur ki, Facebook pikselini, yəni Facebookun arasında olan əlaqəni, Shopify ilə olan əlaqəni bir-birinə bağlamaqdır. Buna deyirlər piksel. Biz pikseli Shopify mağazamıza bağlamalıyıq ki, sabahsı gün bizdən satış olanda və yaxud hər hansısa bir hərəkət olanda saytımızda onlar hər biri bizim pikselimizə yüklənsin və datalar yığılsın. Piksel bunun üçün lazımdır və önəmlidir. İndi isə keçək növbəti addımlara və Facebook pikselimizi quraq. Facebook pikselini qurmaq üçün isə burada ayarlara getdikdən sonra aşağıda data source var. Siz bu data source-a tıkladıqdan sonra burada pixels-ə tıklayırsınız. Tıkladıqdan sonra isə yenə gördüyünüz kimi deyir ki, BRMX-ə aid heç bir piksel yoxdur. Yenə buradan da add eləyirik.
Buradan pikselimizin adını necə istəyirsinizsə, yəni hər kəs öz brendinin adına uyğun yazmalıdır. Məsələn, Berimex isə Berimex, Adidas isə Adidas, fərqi yoxdur. Yəni hətta öz adınızı belə qoya bilərsiniz. Bu sizin üçündür. Buradan sonra continue eləyirik. Və gəlirik buradan set up the pixel now eləyirik. Və buradan sizə 3 dənə seçenek verirlər. Bunu götürürük. Və burada Shopify və başqa saytlara aid, yəni WooCommerce olsun, WordPress olsun, Shopify kimi mağazaların hər birinin adı var burada. Yəni siz hansında satış edirsinizsə, oradan da pikselinizi qurub bağlantını qurursunuz. Biz Shopify üzərindən gedəcəyik. Çünki bizim mağazamız Shopify-dadır. Bu hissəyə gəlib çatdıqdan sonra isə mağazamızı açırıq buradan. Mağazamız açıldıqdan sonra isə buradan online store-a tıklayırıq və bunun aşağısına gəlir yenə preferences seçirik. Və burada aşağıya qədər düşürük. Gördüyünüz kimi Facebook Pixel hissəsində dayanırıq və Setup Facebook eləyirik. Və buradan Start Setup eləyirik. İndi isə buradan Connect Account eləyirik. Əmin olun ki, siz Facebookunuzda girili vəziyyətdəsiniz. Buradan Confirm Account eləyirik, Allow eləyirik. Buradan da səhifələrdən gəlib Berimex hissəsindən buradan Connect eləyirik. Və buradan da maksimum hissəsini seçirik. Və Save eləyirik. Və I agree eləyirik, Submit for Review eləyirik. Shop on Facebook Azərbaycanda işləmədiyinə görə bu cür bir verification red banner görə bilərsiniz. Bu problem deyil. Əsas odur ki, Run Ads on Facebook and Instagram aktiv şəkildədir. İndi isə pikselimizin işlədiyindən əmin olmaq üçün buradan I have completed the setup on Shopify. Yəni Shopify-da olan bütün ayarları elədimi tıklayıb buradan Next eləyirik və burada bizdən bizim web saytımızın URL-ini istəyir, yəni saytını istəyir. Buradan gəlirik, yenə bu göz işarəsinə basırıq və bu saytımızın linkini buradan götürüb, aparıb bura yapışdırırıq. Və buradan özümüzə trafik testi eləyirik. Gördüyünüz kimi bizim pikselimiz artıq aktiv oldu. Yəni hal-hazırda bizim mağaza ilə Facebookun arasındakı bağlantı aktiv vəziyyətdə hazırdır. Və buradan Next eləyirik. Next elədikdən sonra isə biz burada bu hissəyə gəldikdən sonra isə burada heç bir şey eləməyə hələ ki ehtiyac yoxdur. Bunu gələcəkdə eləyəcəyik. Buradan finish eləyirik və bunu bitiririk. Bitirdikdən sonra isə buradan Add People hissəsinə baxıb bütün kontrolu özümüzə veririk. Manage Pixels falan hər şey bizim, yəni bunların hər biri açıq olmalıdır. Assign elədikdən sonra isə Done eləyirik. Və buradan Assets-ə yenə keçirik. Buradan da yenə Berimex'i seçirik. Və buradan da bunu add eləyirik. Burada done olur. Domainimizi də verify eləməliyik. Gəlirik burada ən aşağı və burada Brand and Safety hissəsindən Domains hissəsinə tıklayırıq. Gördüyünüz kimi burada da hələ ki heç bir domain görsənmir. Add hissəsinə basdıqdan sonra Create a New Domain eləyirik və bayaqçı buradakı bu linkimizi, saytımızın linkini bura əlavə eləyirik. Heç hissələr olmasa da olar. Və gördüyünüz kimi domainimiz burada verified deyil. Onun üçün nə edirik? Gəlirik buradan copy this meta tagin altından bu kodu kopyalayırıq. Üzərinə bir dəfə basmaqla bunu kopyalaya bilərsiniz. Sonra isə giririk Shopify-a, buradan online store-a gedirik və temamızın içinə girəcəyik. Buradan gəlirik temamızın 3 nöqtəsinə basıb edit kod eləyirik və buradan da Team Liquid eləyirik. Sonra isə buradan gördüyünüz kimi bir dəfə Lucky Orange-ə aid kod əlavə eləmişik. Ona görə də buradan bir dənə yeni abzas eləyirik. 4-cü yerə də həmən bu kodu əlavə eləyirik və enter eləyirik. 5-ci abzas boş qalmasın. Və bunu save eləyirik buradan da. Belə də eləyə bilərsiniz, problem yoxdur. Kodu əlavə elədikdən sonra buradan verify domain eləmək lazımdır. Amma bizdən isə verify domain düyməsi görünmür.
Mesela ekran böyütdüm. Ona görə kontrolu basaq. Kontrol bir də ki minus işarəsini basdıqdan sonra səhifə balacalaşacaq. Bəzən elə olur ki, səhifə böyük olduğuna görə bu verified domain düyməsi itir aşağıda. Mən dediyim kimi ekranı balacalaşdırın və verified domain o zaman üzə çıxacaq. Burada da bunun birinci olmağına yəni fikir verin və verified domain eləyin. Gördüyünüz kimi domainimiz artıq verified oldu. Bunu da done eləyirik. Domainimiz verify olduqdan sonra biz Shopify-mızın da domainini verify eləməliyik. Çünki bu bizim aldığımız domaindir, amma kötükdə, yəni əsasda bizim My Shopify ilə də olan domainimiz var. Bunun üçün yenə eyni proses yenə olunacaq. Sadəcə biz o domainimizi hardan tapa bilərik? Buradan gedirik settingsə və buradan düşürük aşağı domain hissəsinə tıklayırıq və biz buradan bizə yazdığımız buradakı bu domain ki var. Baxın bu domainlərin burada nə qədər domain varsa hər birini eyni qaydada götürüb verify eləməliyik. Bunu buradan kopyalayırıq. Təzədən qaydırıq bura və buradan yenə eyni qayda ilə domain hissəsinə basırıq. Buradan add eləyirik, create new domain eləyirik və yenidən bu domaini bura əlavə eləyirik, add eləyirik. Və ondan sonra yenə buradakı bu kodu götürürük. Təzədən yenə gedirik bayaqçı o kod hissəsinə. Bayaq əlavə elədiyimiz kod yerinə gəlirik. Gördünüz, həmən kod buradadır. Həmən o headin altından bir dənə də aralıq qoyuruq və həmən kodu bir dənə də buraya yazırıq. Və save eləyirik. Yenidən təzədən qaydırıq bura. Yenə verify domain eləyirik. Də bu cür verification kodu qəbul eləmədsə, deməli biz nəysə səhv elədik. Ona görə səhv elədik ki, buna direct eləmək istəyəndə gedib yenə elə bu BRMX-ə gedirlər. Gedib çıxırlar həmən bu domainə. Ona görə biz nə edirik? Gəlirik buradan təzən domain hissəsinə. Və domain hissəsində gəlirik burada Jabare.com 2 domainini redirect edirik bura. Primary domain eləyirik. Buranı primary domain elədikdən sonra isə bir dənə yoxlayırıq görə həqiqətən də primary oldu yoxsa yox. Primary əsas deməkdir, yəni baş domain demək. Yəni brmx.com burada qüvvədən düşdü, primary oldu Jabare.com. Biz gəlirik buradan təzədən yenə bu Jabare.com hissəsinə və verify domain eləyirik. Və bizim My Shopify domainimiz də verified olur. İndi isə mənim üçüncü domainim də var, onu da verify eləməliyəm. Nəsə gəlirəm yenə bura və buradan BRMX-i primary eləyirəm. Buradan primary domain eləyirəm. Və yenidən təzədən qayıdıram bura. Buradan da bunu, bu hissədən verify domain eləyirəm. Və beləliklə mənim 3 domainimin üçü də verified olur. Bundan sonra isə nə etməliyik? Deməli, biz qaydırıq, unutmamalıyıq ki, əsas domainimiz, yəni brmx.com bizim primary domainimizdir. Onu oradan redirect qoya bilmərik. Mütləq ki, onu da primary eləmək lazımdır. Gəlirik buradan brmx-i buradan götürürük və bunu buradan bayaqçı hissədən elə change domain type hissəsini qoyub primary domain eləyirik və bu hissədə də artıq bitirmiş sayılırıq. Belə, domainlərimizdə beləliklə hər biri verified olur. Pikselimiz falan qurulduqdan sonra biz gəlib buradan data source hissəsinə tıkladıqdan sonra bu cür bir şkala çıxacaq qabağımıza. Bu mənim köhnə pikselimdir. Yeni pikseli bayaq qoşduğumuzdur. Gördüyünüz kimi baxın burada artıq page view, view content və s. hər biri var. İndi isə biz artıq Facebook pikselimizi də bitirmiş sayılırıq və indi isə campaign setup eləmək zamanıdır. Campaign setup nədir? Yəni biz artıq reklama çıxmalıyıq Facebook üzərindən. Biz sadəcə məhsulumuzu yükləyəcəyik və beləliklə Facebookda və Instagramda öz məhsulumuzun reklamlarını eləyərək milyonlarla insanın qarşısına çıxaraq öz məhsulumuzu tanıdıb satışlarını eləyəcəyik. Beləliklə bizim ad menecerimiz, pikselimiz və s. hər şey hazır olduqdan sonra sıra campaign qurmağa gəlir. Campaign qurmaqdan öncə bizə nə lazımdır? Bizim ən azından yol xəritədə
nələr reklam eləyib, nə reklam eləyib daha doğrusu satışını eləməliyik və kimlərə çatdırmalıyıq bu məhsulu, o barədə məlumatımız olmalıdır. Bir Shopify-mıza baxırıq ki, nə məhsullarımız var. Mən Shopify-ma bir neçə məhsul yükləmişəm. Bunlardan biri də hər birinizin tanış olduğu bu məhsuldur. Hansı ki, bu məhsulu mən sizə hər birinizə demişdim ki, hal-hazırda trenddir, satsanız daha çox satacaqsınız. Düzdür, bu dediyimin üstündən hardasa bir xeyli vaxt keçib. Ona görə də elə belə test olaraq bunu Facebooku sizə izah eləmək üçün test olaraq bu məhsulu göstərəcəm. Yəni şərt o deyil ki, bu məhsul winning olaraq çox satılsın. Yəni sadəcə bu məhsul üzərindən necə target eləmək lazımdır, necə reklam eləmək lazımdır və necə satış eləmək lazımdır, hər birini sizə izah eləyəcəm. Biz məhsulumuzu bu cür yüklədikdən sonra məhsulun adına da diqqət eləmək lazımdır ki, insanlar məhsulun adına girəndə yenə fərqli bir ad görsünlər. Axtarış eləyəndə Amazon və sair platformalarda bu adla heç nə tapa bilməsinlər. Bundan da əlavə linkinizi düzəldəndə burada biz BareMax TM qoyuruq deyə bəzən bu bizim linkimizə də yansıyır. Ona görə buradan edit eləyib linkimizi dəyişməliyik ki, insanlar oradan linkə tıkladıqda düzgün yerə gəlib çata bilsinlər. Bunu buradan save elədikdən sonra da biz artıq bilirik ki, bu məhsulu reklam eləyəcəyik və beləliklə biz keçirik reklam bölməsinə və biz buradan create-ə tıklayırıq. Create-ə tıkladıqdan sonra burada sales bölməsinə tıklayırıq və burada gördüyünüz kimi yazıb conversions. Əvvəllər burada conversions idi, sonradan onu birləşdirib sales elədilər, yəni adını dəyişiblər. Bu update formasıdır Facebook'un. Burada sales seçdikdən sonra continue eləyirik. Və buradan da həmən campaign name-imizi belirləyirik. Bu adları sadəcə özümüz üçündür, yəni bu adları heç kəs görmür. Sadəcə biz ayırd eləməyimiz üçün ki, bu hansı məhsulundur, nə üçündür. Bunların hər birini biz burada qeyd eləməliyik ki, özümüz də bilək ki, bu nə məhsuldur. Biz burada yazırıq cat brush campaign olmalıdır, burada sales olmalıdır və buradan next eləyirik yenidən. Və burada da bu adı birazdan dəyişəcəyik. Baxaq görə nə interest qoyuruq. Məsələn, burada soruşur ki, sizin reklamınızda nə cür reklam olacaq? Yəni insanlar proqrama mı yönlənəcəklər, yoxsa zəng mi gələcək sizə, yoxsa mesaj mı göndərsinlər? Biz burada Shopify-dakı saytımıza adam yönləndirəcəyik deyə burada web saytının üzərinə tıklayırıq. Və burada da deyir ki, performance goal, yəni sizin istəyiniz nədir buradan? Biz buradan çoxlu satış istəyirik. Maksimum satışda, maksimum sayda satış istəyirik deyə qeyd edirik. Və pikseldə də əmin olun ki, sizin pikseliniz düzgündür. Shopify ilə olan piksel buradakı ilə eynidir, bir-birinə match eləyir, yəni uyğun gəlir. Və burada conversion eventdən də bizə nə lazımdırsa ona tıklayırıq. Bizə purchase lazımdır, yəni insanların almağı lazımdır. Ona görə yenə purchase eləyirik və düşürük ən aşağılara. Reklamın qiymətini $5 qoya bilərik hələ ki, çünki bu test deyil. Biz hal-hazırda yəni bu məhsulu test eləyirik, baxaq görək məhsul nə göstərir. Əgər məhsul yaxşı nəticə vermirsə, biz onu dayandıracağıq satışını, çünki reklama pul xərcləməyin mənası olmayacaq. Beləliklə burada da $5 qoyduqdan sonra bizim reklamımızın başlama zamanını soruşurlar. Həmişə başlama zamanını bir gün sonraya və 6:06:30-a qoyun. 06:30. Burada gördüyünüz kimi Pacific Time'dır. Pacific Time'da yəni Amerika saatı ilə sayılır. Və düşürük aşağı. Burada United Kingdom'dur. Bunu buradan silirik. Və əvəzinə bura məsələn belə deyək, biz pişik məhsulu, yəni ev heyvanlar məhsulu satırıq deyə araşdırma da eləyə bilərik öncədən. Məsələn, mən bilirəm ki, burada əvvəlcədən də yazmışam top pet owners countries tıkladıqda göstərəcək ki, sizə burada aşağıda da var. Which country has highest pet ownership? Yəni deyir, hansı ölkədə ev heyvanlarının sahiblənən insanlar daha çoxdur. Gördüyünüz kimi burada deyir ki, Amerika ev heyvanları saxlamaq üzrə ən birinci ölkələrdən biridir. Demək olar elə özüdür və 70 milyon ev itləri var və 74 milyon ev pişikləri var. Beləliklə biz ona görə də nə edirik? Amerikanı target eləyəcəyik, yəni satışımızı Amerikaya doğru eləməliyik ki,
Oradakı insanlar bizdən bu məhsulu alsınlar. Deməli, axtarışa biz bura United States yazırıq. Və aşağıdan yaşları 21 plus eləyirik. Çünki sizə əvvəlcədən də demişəm, yəni böyük yaşlılar daha çox kollecdən falan bitirmiş insanlarla, yəni artıq işləyən adamlarlar, yəni ki, hal-hazırda öz pullarını xərcləyə bilən yaşdadırlar. Ona görə 21 plus yaşdan qoyuruq. 21 65 ola bilər. Bu hələ ki testdir. Gələcəkdə bu yaş limitində artırıb azalda biləcəyik. Və burada da gəlirik target hissəsinə, yazırıq cat. Buradan məsələn cat animals hissəsində gördüyünüz kimi 448 milyon auditoriyası var bu axtarışın. Biz bunu burada eləməklə 5 dollarla, yəni heç nə eləyə bilmərik. Sadəcə bunu test olaraq eləyirik və növbəti mərhələlərdə də targetləri daha da böyüdüb fərqli intereslər qoyacağıq. Bura cats qoyduqdan sonra bunu daraltmaq üçün bura bir dənə də engaged shoppers yazırsınız. Yəni engaged shoppers o deməkdir ki, bu bayaq qoyduğumuz 448 milyon içindəki insanlardan yalnız Facebook üzərindən alış-veriş edən adamların qabağına çıxsın bizim reklamımız. Və beləliklə 400 milyondan 104 milyona düşdü auditoriya. İndi isə düşürük ən aşağı. Buradan manual placement eləyirik və buradan bunların hamısını bağlayırıq. Sadəcə Facebook və Instagram açıq qalır və ancaq Facebook feed və Instagram feed bəs eləyir bizə. Qalan nə varsa hamısını bağlamaq lazımdır. Bunların hər biri sadəcə pul aparır. Elə də güclü təsir göstərmirlər. Ona görə də bizə lazımdır ki, Instagram feed və Facebook feeddə olmağı bəs eləsin. Deməli, Facebook feed və Instagram feed bu iki dənəsi bizə bəs eləyir. Sonra biz keçirik növbətiyə və buradan next eləyirik. Ancaq buradan next eləməmişdən öncə buradan biz interestimizi yazırıq ki, cat qoyuruq. Yəni, bizim interestimizin adı cat idi. Sonra hissəyə keçirik burada add hissəsinə və burada da add hissəmini yazırıq. Birinci reklamımız məsələn. Bunu da sonradan dəyişəcəyik. Sadəcə hələ ki gedişatda siz daha rahat başa düşəsiniz deyə bu cür yazıram. Birazdan bu adları da qısa və mürəkkəb yaza bilərik. Bundan sonra biz bunu yazdıqdan sonra düşüb burada səhifəmizin Facebookda Berimex açdığımız səhifənin olduğundan əmin olmalıyıq. Və ondan sonra da aşağı düşəndə biz reklam məhsulu kataloqumuzdan, yəni albomumuzdan yox, məhz öz yüklədiyimiz video ilə buradan da single image or video eləyirik. Facebook'a deyirik ki, bizim özümüzün videomuz var və biz bu videonu istifadə eləmək istəyirik. Bizim videomuz da budur. Bunu buradan yükləmək üçün upload eləyirsiniz və buradan buraya əlavə edirsiniz. Mən sizdən qabaq bir dəfə eləmişdim. Elə həmən bu videonu da buradan istifadə eləyə bilərəm. Next eləyirik. İstəsəniz videonu buradan kəsib birləşdirə bilərsiniz. Amma bunu əvvəlcədən özünüz eləsəniz daha yaxşı olar. Burada videonun birə-bir olması belə, yəni dördbucaq olmasını və yaxud orijinal necədirsə hel olmasını da seçənəyini verirlər. Mən burada elə bu cürdə davam edəcəm. Bu da okeydir. Və mənə göstərir ki, sənin Facebookda reklamın bu cür görünüşdə olacaq. Bunu buradan aşağı elədikcə görmək olar. Bu da Instagram feeddə necə görünəcəksə odur. İndi birazdan görünəcək. Videonu falan əlavə elədikdən sonra biz indi bura gəlib primary text yerində primary text yerində həmişə Instagramda və s. hardasa reklam eləyəndə caption'a yazdığımız şey nə idisə, indi də burada primary text yerinə onu əlavə eləməliyik. Bunun üçün də mən artıq hazır eləmişəm burada. Mənim özümə aid yazım var. Mən bu yazını buradan kopyalayıb primary textə əlavə edəcəm. Və get your today yerinə də öz Shopify linkimi əlavə edəcəm. Belə.
Və buradan simul elədikdə bizim reklamımız bu cür görünəcək burada. Yəni üstündəki yazı belədir. Bizim linkimiz də buradadır. İnsanlar istəsə buradan da tıklayıb girə biləcək və yaxud biz bura indi düymə də qoyacağıq. Shop Now düyməsi. İnsanlar girib bizim reklamımızı görəndə Shop Now basdıqdan sonra birbaşa bizim saytımıza yönlənəcəklər. Buradan headline və yaxud description-da yaza bilərsiniz. Headline da burada ən aşağıda olacaq. Burada yazılır bu headline görürsünüz. Headline-a məsələn yaza bilərsiniz ki, bir dənə burada da linkimizi əlavə eləyək. Həmənki o linkdir. Bax sizə dediyim. Bunu buraya əlavə elədikdən sonra buradakı bu düyməyə tıklayın və əmin olun ki, sizin saytınıza həqiqətən də keçid eləmək olur. Okey, mən də alındım. Və buradan non ola bilər. Yəni bu nömrə və yaxud WhatsApp-a ehtiyac yoxdur. Çünki zaten biz online satırıq. İnsanlar Shop Now basdıqdan sonra bizim saytımıza yönlənəcəklər. Bu headline hissəsində də dəyişək. Yazaq ki, deyək ki, burada çox qısa bir şey yazmalısan. Yaza bilərik ki, discount is only for today. Aha, görə necə göründü. Və insanlar burada reklamda discountun olduğunu görüb, maraq eləyib 100% tıklayacaqlar. Bu optionaldır, yazmaya da bilərsiniz. Ehtiyac yoxdur. Və biz gəlirik ən aşağılara. Baxırıq ki, hər şey yerindədir. Okay, language görmüşsən burada qoy. Interest hissəsində biz reklamlarımızı eləyirik deyə, yəni Amerika eləyirik deyə bizə ingilis dilində danışan adamlar lazımdır. Biz buradan all languages əvəzində English all eləyirik. Yəni bütün ingilis dillərə şamil olunur artıq bu. Və buradan da biz keçid eləyirik. Təzədən bayaqçı bu hissəyə. Hər şeyimiz tam hazırdır. Reklama artıq verə bilərik biz bu məhsulumuzu. Biz reklama $5 qoyacağıq və bundan sonra da addım-addım nələr eləməliyik hər birini sizə göstərəcəm. Və Facebook reklamımızın birincisi tam hazır olduqdan sonra biz bura bir dənə thumbnail da qoysaq lap yaxşı olar. Thumbnail nədir? Videonun üzərində olan bir şəkil, yəni video belə sırf video kimi görünmür. Üstündə bir dənə cover olaraq bir şəkil qoyulur. Bura məsələn gəlin elə həmən məhsulumuzun adını yazaq. Məhsulumuzun adı Sticky Lint Remover idi. Lint Roller. Buradan görsəllərə qoyuruq və Stick Body. Lint Roller. Görürsünüz, burada bu cür şəkillər var. Biz ya da belə deyə bilərik. Məhsulu yox, birbaşa cat or dog. Bir dənə bu cür. Bunlardan da bir dənə. Cat, dog, lint remover. Ya da cat, dog, grooming. Məsələn, belə bir şəkil var. Bu şəkili buradan görək, yükləyə bilərikmi kompüterimizə. Okey. Yükləndi. Biz gəlirik bura və buradan da edit eləyirik. Edit elədikdən sonra burada videonun özünü edit hissəsinə basırıq. Və buradan thumbnaildən manualı seçib upload eləyib həmən bir dənə də upload eləyib həmən bu şəkili buraya əlavə eləyə bilərik. Və bunu buradan continue eləyirik. Gördüyünüz kimi videonun şəkli belə olur. Yəni burada elə bir ki videonun əsas bu şəkil kimi gəlinir, amma play basandan sonra bu qaqaş başlayır danışmağa. Bu pet loverslar, yəni ev heyvanlarının yiyələri bu şəkili görəndə onlara daha maraqlı gələcək ki, pişik, it və s. Yəni ona görə baxandan sonra da elə bu cür məhsullara qarşılaşa biləcəklər. Buradan publish eləyirik. Publish elədikdən sonra
Yəni refresh eləyəcəyik. Baxaq görək dəyişiklik oldu mu? Gördüyünüz kimi reklamın şəkli belə bu cürdür. Belə başlayacaq. Bu Facebook'dadır, yəni Facebook'dan play basıb başlaya biləcək. Amma Instagram'a hələ ki qoymamışam. İstəsəniz siz də qoymaya bilərsiniz, istəsəniz qoya da bilərsiniz. Bu yəni sizdən asılı bir şeydir. Belə, mən bunu sizə göstərmək üçün eləmişdim. Açıq heç mən də istəmirəm qoymaq. Buradan bunu edit eləyərək çıxardacağam. Amma yəni siz istəsəniz bu cür istifadə eləyə bilərsiniz yəni. Avtomatik olsun, bəs eləyir. İndi isə burada biz deməli bu videolarımızı 3 hissəyə bölməliyik ilk başdan. Məsələn, bizim bir videomuzun ilk başlığı budur. Clean up your world with ease. Bura məsələn yazırıq ki, clean up. Bu bizim reklamımızın adı olur. Clean up your, bir dənə belə qoyuruq. Biz bilirik ki, artıq bu clean up your-la başlayandır. Clean up your world, laf yazaq, eyb yox. With ease. Və biz burada həmən bunu adını dəyişdirdikdən sonra bunu buradan duplicate eləyib 2 dənəyə qaldırırıq. Bunu buradan 2 dənə kopyası açılacaq. Bunları duplikat elədikdən sonra bunların buradan girib adlarını dəyişəcəyik. Prosto bunu dəyişməmişdən qabaq birinci burada bunun adını buradakı bu primer teksti dəyişəcəyik ki, bir-birindən fərqləndirə bilək. Burada clean up your world with ease hissəsinin əvəzinə, yəni ümumiyyətlə bunun option hissəsinə baxın belə. Bunları silib burada ikinci yazdığımızı götürürük. Siz də elə bir ki, hər bir məhsul üçün 3 dənə belə caption düzəldin və bir-birindən fərqləndirin. Sonra mən bunu buraya əlavə eləyirəm. Əlavə eləyim. Sonra isə mən bunu buraya əlavə eləyirəm və bunu buradan save eləyirəm. Save elədikdən sonra isə həmən onun qarşısındakı bu ilk başlığındakı 2 cümlə var idi. Həmən bu cümləni Hey Pet Lovers hissəsini kopyalayırıq və burada bunu isə add name-ə əlavə eləyirik. Və belə elə bunu da buradan publish eləyirik. Sonra isə duplikatın çıxartdığımız o birisi reklamın da eyni qayda ilə 3-cü qeyd elədiyimiz başlığı yazacağıq, hansı ki budur. Kopyalayırıq. Gəlirik buradan yenə edit hissəsinə, buradan primer text hissəsinə gəlirik və buradan bu easy hissəsini silib bu cür buraya yazını yazırıq, əlavə eləyirik. Və bunu da buradan save eləyirik. Eyni qayda ilə həmən adı da bura əlavə eləyirik ki, burada belə bu cür fərqlənsin. Publish eləyirik. Və artıq bizim 3 dənə fərqli adlarda ad setimiz var və bunların da hər biri üçün biz ayrı-ayrılıqda qollar yaradacağıq. Hər birinin yəni ayrı-ayrılıqda adləri olacaq, yəni reklamları olacaq. Və beləliklə biz hər birini test eləyəcəyik, baxaq görək nələr baş verəcək. Amma hələ ki interesləri də ayırmaq lazımdır. İndi isə mən sizə sırayla hər şeyi izah edəcəm. Adsləri əlavə elədikdən, bitirdikdən sonra burada ads setsə keçirik və buradakı bu ads setində duplicate eləyirik və buradan 9 ədəd kopyasını çıxardırıq. Burada cat sözü, yəni bizim interestimizin adıdır. Məsələn, biz interesti burada cat-ə aid qoymuşduq ads setdə. Amma indi bunların hər birinin kopyalarını çıxartdığımıza görə hər birində interestləri dəyişəcəyik. Və baxacağıq ki, hansı intereslə, hansı reklamlar yəni daha yaxşı işləyir. Burada hər bir ad set üçün 3 dənə əlavə ads, kreativ əlavə olundu burada gördüyünüz kimi.
Biz indi baxacağıq ki, burada bunlardan hansı daha yaxşı performans göstərir. Biz onları saxlayıb digərlərini ələyəcəyik. Burada yəni hər şey baxmayın ki, yəni 9 dənə ad set oldu, 27 dənə reklam oldu. Necə olacaq? Yəni bu qədər pul mu reklama xərcləyəcəyik? Bu yəni hər birinə pul xərcləməyəcək. Baxacağıq hansı ki güclüdür, hansı ki yaxşı performans göstərir və həmin ad setləri saxlayacağıq və onlara gələcək üçün daha çox büdcə ayıracağıq ki, daha çox satışlar eləyək. 9 dənə də ad set ayırdıqdan sonra bizim növbəti eləməli olduğumuz şey 9 dənə fərqli interest əlavə eləməkdir ki, pişiklərə aid. Biz hər bir interestdə gələn performansı bilək və ona uyğun hərəkət eləyək. Beləliklə biz həm də data yığmış olacağıq. Yəni pişik sahiblərini tanıdıqdan sonra eyni kütlənin qarşısına yenə fərqli məhsullar çıxardaraq daha yaxşı nəticələr əldə edə bilərik. İlk öncə ola bilər ki, reklamımıza çox pul getsin, çünki biz soyuq kütlə ilə hələ ki işləyirik. Bir müddət sonra isti kütləni əldə elədikdən sonra sırf onlara reklam eləyərək daha çox güclü performans göstərə bilər reklamlarımız və daha çox satışlar eləyə bilərik. Bunların da hər biri addım-addım göstəriləcək sizə dərsdə. İndi isə ad setlərimizə interest əlavə eləməyin zamanıdır. Amma belə deyim, çox adam bilmir ki, kimi, nəyi interest eləməyə lazımdır. Amma mən sizə bunun ən qısa və belə ən dəqiq yolunu izah eləyəcəm. Bunun üçün mən sizə bundan öncəki dərslərdə izah elədiyim Ecom Hunt saytına yönlənirik və buradan giriş eləyirsiniz. Mən sizə login və parol da vermişəm bunun üçün. Və buradan Ecom Hunt klassikə keçirik. Buradan pet yazıb axtarırıq bunların reklamların hamısını. Ondan sonra da buranı silib boş bir səhifə yaradırıq özümüz üçün. Not eləyəcəyik bəzi şeyləri onun üçün. Deməli biz burada təzədən qayıdırıq. Buradan gəlirik yenə bir-bir məhsulların bir-birinin üstünə. Show me the money, show me the money. Hər birinin üzərinə tıklayırıq belə. Əlbəttə ki, bunların içində baxıb ən yaxşılarını götürəcəyik yenə də. Ancaq indi nə eləmək istədiyimi sizə izah eləyəcəm. Baxın, gəlirik burada bu reklam partladıbdır deyək ki, amma hansı targetlə? Burada targeti yazır ki, interest budur, dog training advice. Deməli biz gəlirik bura, bunu bura əlavə eləyirik. Əlavə elədikdən sonra keçirik biz yenidən o birisi reklamların üstünə ki, görək burada insanlar nələr interest eləyib, nələri target eləyib. Gəlirik bunları da bura əlavə eləyirik. Bunların hər biri ayrı-ayrılıqda bir ayrı-ayrı interestlərdir. Bundan sonra keçirik yenə bunlara baxdıqca bir-bir silin ki, başınız qarışmasın. Sonra da düşürük ən aşağı. Yenə bunu da götürürük buradan və gəlirik bura, bunları əlavə eləyirik. Ən axırda baxacağıq ki, nə qədəri eynidir. Okey, keçirik üçüncüyə, bu bağlandı yenə də. Bu petə aid deyil axı mən bilən. Hə, petə aiddir. Bu qapının arasına qoymaq üçündür. Gələ baxaq görə bu nədir? Bu həm də milçək girməsin deyə də eləmək olur deyə bunu boş keçirik, bizə aid deyil. Pet ice mat, yəni bu bizə lazımdır, çünki pişiyi olmayan adam bu məhsulu almaz. Əlavə eləyirik, bunu da əlavə eləyirik, bunu da əlavə eləyirik. Sonra bunu da buradan çıxırıq. Təzən yenə eyni qayda ilə bunların hər birini buradan götürürük. Gördüyünüz kimi çox hissələri ancaq Whiskas-dır, nə bilim Royal Canin'dir, sonra Friskes'dir. Eyni görün nə qədər var. Biz indi bunların hər birini ortaqlarını götürəcəyik ki, nə qədər ortaq istifadə olunub və onların üzərində daha çox işləyəcəyik. Deməli, sonra düşürük aşağı, yenə buradan eyni targetlərdir. Baxaq görək, burada nələr var. Bunu götürə bilərik. Sonra baxaq görək, burada nələr var. Kitten, cat lady, cat protection. Bunu da götürə bilərik. Sonra baxaq ən axırıncısına. Health and Wellness Personal Care. Bu nə məhsuldur ki belə? Bu heç petə aid deyil. Səhvən götürmüşəm. Yəni belə şey diqqət eləyin ki, bura yazılan, yəni dəxlisiz şeyi götürməyin.
Hər birindən çıxırıq və baxaq görə bundan sonra da nələr var. Yəni bunların hər birini belə bu cür şəkildə açıb, yəni baxın ki, bunu alan adam 100% ki, yəni heyvanı var ki, alır deyib basın. Yəni belə sıradan məhsula, məsələn, bayaq ki, bu məhsula basmayın. O qapının qabağını tutmaq istəyən, məsələn, hansıdır? Məsələn, bu cür məhsulların intereslərini allanmayın. Sonra isə deməli, bu varsa deməli pişiyi var. Bu varsa deməli pişiyin tükü var ki, bunu istəyir, tükünü yığmaq istəyir. Ondan sonra bu topu uşaqlar üçün də alırlar. Mənasızdır, götürməyə ehtiyac yoxdur. Bu normal həyatda da lazım olur. Bu pet üçün deyil. Bu pişiyi olan adamlar üçündür. Bu adi sumkadır, bu heç. Bu it olan adamlar üçündür. Bu da bizim satdığımız məhsul kimi bir şeydir. Yəqin ki, uyğun gələr. İt spreyi alırsa deməli ki, iti var. Və belə bu düşüncələrlə gəlirsiniz buradakı bütün bu interesləri götürürsünüz. Sheba da var, Sheba. Burada bir dənə fərqli Shebadır, ona görə ancaq bunu götürürəm. Çünki bunlar ən çox istifadə olunanlardır. Yəni bunları 100% istifadə edəcəm. Whiskas-dır, Friskies-dir, bir də Royal Canin. Bunların hər birini 100% ki istifadə edəcəm. Sheba'nı da istifadə edərik. Sheba deyəsən it cinsinin adıdır, səhv eləmirəmsə. Sonra bunlar da heç eynidir, kətləyidir. Biləm bunu götürək çünki bir neçə dəfə görürəm, amma mən onu heç götürməmişdim burada. Maraqlıdır, kətləyidir. Nə mənada istifadə edər bu sözü. Ondan sonra yeni eyni şeylərdir. Bu Rescue Dog'u 2 dəfə görürəm, onu götürək. Belə də hamısını götürək. Vaxtımız yetməsin. Baxaq görə burada nələr var. Rescue Dog. Bunda eyni gəldi. İkisi də eyniymiş. Ondan sonra baxaq görə burada nələr var. Dog Health Pet Store Pets at Home. Əlavə edirik bura. Sonra isə yenə bunları silirik. Təsəvvür edin ki, EcomHunt 6 ildir xidmət göstərir. Yəni 6 ildir burada hər zaman intereslər, Facebooka aid məhsullar, yəni də Shopify aid məhsullar əlavə olunur və hər birdə fərqli intereslər olur. Yəni ən çox intereslərdən nə istifadə olunursa, deməli ən güclü intereslər onlardır ki, insanlar onları istifadə edirlər. Biz bundan istifadə eləyərək biz də özümüz üçün az da olsa, yəni az büdcəmiz də olsa, balaca bir pet kütləsi yığıb və ora tez-tez məhsullar təqdim eləyib satışlar eləyə bilərik. Bu qaydada uşaqlar davam eləyin siz də və ən sonda yenə bütün bu listləri yığdıqdan sonra ortaya 9 dənə fərqli interes çıxardın ki, hansı ki bu 9 dənə interes ən çox istifadə olunan idi və ən yaxşı kütlələri var. Mən də 9 dənə özüm üçün heyvanlara aid interes çıxardacağam və sizlə bir yerdə videoya davam edəcəm. Və indi isə başlayırıq duplikatını çıxartdığımız intereslər, ad setlərin bir-bir intereslərini dəyişməyə. Hansı ki biz bayaqdan da EcomHunt'dan da bunların intereslərini yığdıq. Birinci interesimizin adı Friskies'dir. Hardasa 9 dənə götürdüm mən oradan. Ən common istifadə olunan intereslərdəndir. Burada qeyd elədiklərim və indi bir-bir girirəm buradan edit basaraq. Burada adını elə qoyuruq Friskies və ən aşağı düşürük. Burada target hissəsinə gəlirik. Burada bunu silmək yetərlidir. Buradan da bunu. Biz həmən interesti bura əlavə edirik. Bunun adı Friskies'dir və 3 milyona yaxın, harca 2 milyon 950 min və 3 milyon yarım auditoriyası var. Ancaq bu qabağımızda gördüyünüz kimi biraz çox göstərir. 18 milyon. Yəni bunu göstərməyinə fikir verməyin. Çünki bunu buradan zaten biz indi define further eləyəcəyik. Yəni narrow daraldacağıq. Bunu daraldanda da buraya yazırıq engaged
shoppers, yəni alış-veriş eləyən bu A kütlənin içində sırf alış-veriş eləyən kütləni bizə göstər. Bu da gəlir 7-9 milyon arası eləyir. Və biz beləliklə bu auditoriyamızı hazır saxlayırıq belə. Buradan mobile eləməyi unutmayın. Yəni həm device, həm mobile. Mən özüm birincidən eləmədim. Lap başdan hər kəs mobile eləmək istəyirsə, elə birinci ad setini elə o şəkildə dublikat eləsin ki, və bütün ad setlərdə də elə mobile kimi olsun. Lap başdan bunu ona görə eləmədim ki, bəlkə aranızdan kimsə mobile desktop bir yerdə eləmək istəyər. Ancaq mən həmişə mobile eləyirəm. Ona görə bu cürdə davam edəcəm. Və buradan da gəlirik. Bu da hazırdır. Publish eləyirik. Və bunu publish elədikdən sonra bizim gördüyünüz kimi burada birinci interestimiz Friskis scheduled oldu. İndi isə keçirik növbətlərə. Növbətlərdən də baxaq görək ikinci nədir. Gəlin buradan Friskis yazdıqca bunları silək buradan. Yəni siz silməyin, yəni qalsın, gələcəkdə də həmişə sizin üçün bildiyiniz, yəni istifadə edə biləcəyiniz auditoriya olacaq. Və buradan keçirik Royal Canin'i götürürük. Bu nədir? Mən özüm də bilmirəm nə deməkdirsə. Buradan gəlirik, edit eləyirik. Edit elədikdən sonra yenə həmən bunu buraya yapışdırırıq. Yəni bizim ad setimizin adı belə olur. Və düşürük aşağı. Buradan bunları yenə x-deyirik. Yəni çünki bunu başdan yığacağıq. Buraya yenə yazırıq Royal Canin. Əlavə edirik 9 milyon da budur. Yəni bunu da gəlirik buradan. Bura yox. Gəlirik bura define further hissəsinə. Buradan yazırıq ki engaged shoppers. Gördüyünüz kimi 11 milyona düşür. Bu da bizim növbəti olur. Bu da bizim olur növbəti interestimiz. Burada da yenə all device yox. Mobile çeviririk. Baxmayaraq ki, all device recommendeddir. Mən həmişə mobile istifadə edirəm. Orada mobile dəyişəndən sonra ola bilər ki, bunlarda dəyişsin. Mütləq bunlara fikir verin. Hər birinə. Hər birinə fikir vermək lazımdır. Buradan Facebook feed və Instagram feed 2 dənəsi bəs eləyir. Qalanların hər birini bağlayın mütləq. Elə buradan bir dəfə belə eləyirsiniz, hamısı bağlanır. Hər birini publish eləməmişdən qabaq son dəfə bir dənə də gözdən belə keçirdin. Ondan sonra yenə davam edin. Publish eləyin, reklamınızı geçsin. Problem yoxdur. Burada əgər bunu daha da daraltmaq istəyirsinizsə, məsələn, buraya yenə də əlavələr eləyə bilərsiniz ki, məsələn, define further bir dənə də, məsələn, bunu like eləyən, bu 11 milyon içindəki adamların istəyən adamlar, baxmayaraq ki, pişiklər də var, həm də papuqaylar da olsun evdə. Gəlirsən bura define further eləyirsən, bir dənə də bura parrot yazırsan, məsələn, deyirsən ki, papuqay da olsun bu adamın. Belə. Bundan da beləliklə də məsələn basaq bunu, gördüyünüz kimi 11 milyonun indi düşdü oldu 143 min. Bu kimdirsə, yəni bu 143 min həm pişiklərlə maraqlanıb, həm də papuqaylar da var. Yəni ona görə azalır. Belə nə qədər ki az olsa, yəni o qədər az adama daha az pul xərcləyərək daha çox uğurlu, yəni əsas istədiyiniz adamlar tapa bilərsiniz. 11 milyon, 13 milyon çoxdur əslində. Yəni burada azalda bilərsiniz. Mən getdikcə azaldacağam. Baxaq görək hələ ki ilk 48 saatda nələr göstərəcək. Bizim bu qurduğumuz bütün reklamlar hər biri 48 saat davam eləsidir. Buradan publish eləyirəm. Yəni bunların hər biri bir güllədir, vururuq. Hansı dəyərsə, yəni hansı hədəfə gedərsə, biz həmən o hədəfin üzərindən, həmən o xətt üzərindən yenə eyni cür istifadə eləyəcəyik və daha çox ona pul xərcləyəcəyik ki, hədəfə daha çox vuraq. İndi isə bizdə ikinci də hazırdır. 3 də var idi cat. 4-cüyə keçək, baxaq görək 4-də nələr var. 4-də bizdə Whiskas. Whiskas da bildiyiniz kimi pişik yeməyidir. Yəni pişik yeməyinin brendidir. Yəni əgər kimsə bu brendi alırsa, yemək brendini alırsa, yəqin ki pişik var ki alır deyə düşünərəkdən bu interesti də bura əlavə eləyə bilərik. Gəlirik bura, buradan bunlar yenə x deyirik. Interest hissəsinə yenə Whiskas əlavə edirik. Whiskası 5 milyon adam izləyir. Biz eyni zamanda bunu define further da eləyirik.
Define further elədikdən sonra bura bir dənə də yenə eyni qayda ilə engaged shoppers yazırıq. Və bu 5-6 milyon və o gördüyünüz kimi 18 milyon idi, indi oldu 7 milyon 800 min. Əgər soruşsanız ki, niyə bu Whiskas məsələn 5 milyondur, amma bunu seçəndə, hələ bu engaged shoppers seçəndə 18 milyon göstərir. Facebookda belə bir şey var ki, ona yaxın olan insanlar belə target edir deyə həmən kütlədən də biraz yuxarı sayı biraz daha çox ola bilir. Ona görə biz belə daraldaraq size-ı, yəni bu kütləni azalda bilərik. Məsələn, necə ki, bayaq belə azaltdıq, 18 milyondan 8-ə 7-yə sala bilirik. Əgər daha da biraz da daraltmaq istəsəz, yenə deyirəm, məsələn, bunu da belə basıb, bunu qoya bilərik ki, məsələn, Whiskası elin adam, həm də Pet Store izləyən adam olsun. Burada bunu qoyanda o 7 milyon düşüb olacaq 6 milyon məsələn. Düzdür, prosta ki, yəni biz biraz daha çox kütləli bir yeri götürdük ona görə. Laf yaxşı. Whiskası seçmişik. Whiskasdakı olan auditoriyanın alıcılarını seçmişik. Yəni elə deyib daraltmışıq. Plus da indi də deyirik ki, bunu Whiskası bəyənən adamlar həm də Garfield'ı da bəyənməlidirlər. Qoyuruq Garfield. Məsələn, o zaman düşür olur 25 min. Gördünüz nə qədər az kütləni tutduq burada. Yəni bu az kütləyə reklam eləmək daha az pulumuz aparar bizim və daha çox belə, yəni çox dəqiq olar hər şey. Ancaq mən yəni hələ ki broad gedəcəm, böyük kütlə ilə gedəcəm, görək böyük kütlə ilə hara qədər getmək olar. Bayaq da buranı düzəltdik, bu da hazırdır. Bundan da publish eləyirik. Biz burada 9 dənə interes qoyuq. Bu 9 dənədən ən sonda, nə bilim, ən yaxşıları nədirsə, 3 dənəsi, 4 dənəsi, hansılar yaxşıca onlar saxlayıb, elə bir ad setin içindən daha çox belə, yəni hamısını birləşdirərək bu kütləni daha da qısaldaraq, daha dəqiq eləyib, yenə də reklama çıxa biləcəyik. Onun üçün də mən hələ ki burada dəymirəm, nə qədər ki çox olsa da, yəni 7 milyon, 8 milyon problem deyil. Ən sonda zaten ən yaxşı nəticə göstərənləri birləşdirib o cür yenə reklam eləyib, sonra bir dənə winning reklam çıxardasıyıq. Produktın winning olduğu kimi intereslərin də winningi var. Məsələn, mən burada 9 dənəsini seçdim, amma bunların içində bir dənəsi var ki, hansı ki biz bilmirik. Biz bu məhsul üçün partlayışdır. Biz ona görə də həmən bunların hər birini yoxlayıb, baxmalıyıq ki, bunların ən güclü işləyəni hansıdır və onları ən axırda sinerji eləyərək, yəni birləşdirərək bir ad set üzərindən yoxlayacağıq ki, nə cür reaksiya göstərəcək. Bu uşaqlar, bu qaydada hər birini düzəltmək lazımdır. Mən dərsin vaxtını almadan hər birini bu cür düzəldib dərsə davam edəcəm. Beləliklə biz artıq bütün ad setlərimizi yaratdıq. Hər birinə bir dənə interes qoymaqla bu qədər ad set yaratdıq. Normalda strategiyada 9 dənə ad set yaratmaqdır, yəni 9 interes. Sadəcə məndə məhsul elə məhsuldur ki, həm itlərə də aid var deyə, yəni itlərə də aiddir deyə bu məhsul. Mən məcburən 4-5 dənə də əlavə yenə interes atdım ki, itlərin də interesini test eləyim. Baxaq görək hansı yaxşı nəticə verəcək. İndi ən sonda baxacağıq ki, hansı yaxşıdır. Ondan sonra bir-bir onları seçib o birisləri ələyəcəyik. Hansı kriteriyalara görə qərar verməlisiniz, hansı yaxşıdır, hansı pisdir. Onu da hər birini sizə gedişatda izah edəcəm. İndi isə Amerikada hələ ki saat Pacific Time. Gəlin baxaq saat neçədir. Oradan countries yox, Pacific Time eləyirik. 00:24. Haradasa bizim reklamımız 6 saatdan sonra başlayacaq. 6 saatdan sonra bizim reklamlarımız scheduled olunub. Yəni Amerikanın səhər saat 7-nin yarısına bütün reklamlarımız artıq efirdə olacaq. Hamımıza uğurlar. Bizim reklamımız artıq 4 saatdır ki işləyir. 6:30-da başlamışdı. İndi hal-hazırda 10:42-dir. Söhbət Pacific Time-dan gedir əlbəttə ki. Hardasa 4 saat ki tam-tamına bizim reklamımız gedir. Və biz bu 4 saat içində bizim reklamlarımız işləyib. $14 pul xərcləyib və Shopify-a baxaq, 2 dənə satışımız olub. 2 dənə satışın deməli ikisi də hər biri Amerikadan, çünki target Amerikadan eləmişik. Və gördüyünüz kimi Gabriel Sultra bizə bu gəlib Floridadan
İkinci sifarişə bir dənə də baxaq. Bu da Princess Easter. Bu da gəlib bizə Oklahoma'dan. Bir dənə sifarişimiz var hal-hazırda və bizim reklamımızdan sadəcə 4 saat keçib. Biz ona görə buradan heç nəyə dəyişmirik. Baxaq görək 48 saatdan sonra nə olacaq. Yəni 48 saatın 4 saatı gedib 48 saatın 4 saatına, yəni 4 saat içində 2 satış olub. Baxmayaraq ki, burada bir dənə göstərir. Bu satış təzə olubdu burada. Hardasa 2:27-də. Hardasa burada 27 dəqiqədə elə rovna elə hardasa 20 dəqiqə bundan qabaq olub deyə burada purchase görsənmir. İndi ona görə də gözləyəcəyik ki, birazdan bizim pikselimiz bu purchase'i bura ötürsün. Ötürdükdən sonra burada purchase hissəsində 2 yazılacaq və burada da bütün statistikalar öz yerini alacaq. Növbəti saatlarda da sizə addım-addım hər birini izah edəcəm, göstərəcəm ki, nə qədər satış oldu. Və bizim ikinci satışımız da bizim pikselimizə yükləndi və burada artıq bizim dashboardumuzda yansıyır. Deməli, bizim birinci satışımız gəldi Pet Store, Pet Supplies interestindən, ikincisi isə gəldi Nestle Purina Pet Care interestindən. İndi isə sizə BER nədir və onu necə hesablayırlar, onu izah edəcəm. Məhsulumuzun qiyməti neçədirsə, baxırıq AliExpress-ə, görürük ki, məhsulumuzun qiyməti $5.79 ortalama. Gəlin biz 5.99 yazaq bura. 5.99 dollar yazırıq. Və satdığımız qiymətdə gördüyünüz kimi mağazaya 14.99-a qoymuşuq. Burada 14.99 yazırıq. Və satdığımız qiymətdən məhsulun qiymətini çıxanda bizə qalan qazanc da 9.99-dur. Və biz beləliklə BER-ımızı tapmaq üçün satdığımız qiyməti bizə qalan qazanca bölürük. Yəni 14.99-u bölürük 9.99-a. Cavabında baxaq görək nə qədər eləyir. Kalkulyator açırıq. Və 14.99-u bölürük 9.99-a. Cavabında 1.5 alırıq. Yəni bizim break-even qiymətimiz 1.5-dir. Bu bizim break-evenimiz sayılır. Buraya yazırıq BER, yəni break-even ROAS. Hər birinizdən reklam edəndən sonra break-even ROAS-inizi birinci soruşacağım. Ona görə bunu mütləq hesablamağı unutmayın. İndi isə keçirik bu ad menecerimizə. Baxırıq burada ROAS-imiz nə qədərdir. Buradakı ROAS-imiz 7.281 göstərir, 15.95-də 1 göstərir. Yəni 1.50-dən nə qədər yuxarı olsa, bu bizə o qədər çox qazanc verir deməkdir. Məsələn, burada bu bizə ona görə bu qədər çox qazanc verir ki, bura elə cəmi cümlətanı bircə dənə klik olub, yəni hər bir dənə müştəri klik eləyib, girib alıblar bizdən və ona görə bizim ROAS-imiz 15.95 göstərir. 1.5-dən böyük olduğuna görə ən tutarlı interestimiz sayılır. Bu da həmçinin eyni qayda ilə. Burada məncə çox klik olub ona görə. 5 klik olub, ona görə də bizim ROAS-imiz 7.28 göstərir. Amma yenə də hər halda 1.5-dən 4-5 dəfə böyük olduğuna görə, yəni bu bizə 4-5 dəfə çox xeyir verir deməkdir. Və beləliklə bizim 2 dənə satışımız oldu. Amma ancaq ki bu qısa bir zamanda baş verən satışlardır. 48 saatın tamamında o biri interestlərdən də gələn satışlar olacaq və bundan baxacağıq ən axırda hansı daha çox satış veribsə, həmən o interestləri birləşdirərək vertical scale və horizontal scale strategiyaları ilə daha çox satışlar eləyə biləcəyik. Tənzimlədikdən sonra həmən bu strategiyalarla sizə break-even ROAS-i də hesablamağı izah eləmişəm. Siz də öz ROAS-inizi hesablayıb, buradakı rəqəmlərlə müqayisə eləyib, həmən hansı ki sərf eləyir, həmən interestləri saxlayıb, qalanlarını isə eləyə bilərsiniz. Əgər bura qədər izlədinizsə, bu o deməkdir ki, siz Facebook marketinqin təməl bilgilərini əldə etmişsiniz və bundan sonraki mərhələdə isə biz sizə horizontal və vertikal scale strategiyasını öyrədəcəyik. Amma bu məsələ artıq əyani şəkildə olacaq. Bu da ona görədir ki, siz orada öz reklam büdcənizə demək olar ki, qənaət etmiş olacaqsınız. Bu horizontal və vertikal scale strategiyası vasitəsilə.
Onu da qeyd edeyim ki, təlimin növbəti hissəsi artıq əyani şəkildə olacaq və siz bura qədər gəldikdən sonra xüsusilə Cabbar bəyə müraciət edərək artıq əyani şəkildə ya AnyDesk proqramı vasitəsilə və yaxud da ola bilsin ki, qarşıda böyük bir seminarımız oldu. Həmin seminar vasitəsilə daha da qızıldan dəyərli məlumatları əldə etmiş olacaqsınız. Bunu niyə görə edirik? Bunun da səbəbini sizlərə açıqlayayım. Deməli, hal-hazırda bu qrupda 700-ə yaxın, 700-dən də çox insan var, tələbəmiz var. Bunlar arasında bir daha qeyd edeyim, həm köhnə tələbələrimiz və həmçində yeni qoşulanlar. Demək olar ki, bütün tələbələrimiz bu Telegram qrupundadır. Amma son zamanlar biz bir məsələni diqqətə aldıq. Gördük ki, bu tələbələrimiz arasında artıq özü də mentor kimi fəaliyyət göstərən tələbələrimiz olur. Artıq həmin tələbələr özləri demək olar ki, müəlliflik hüququnu qorumadan, müəllif hüquqlarına nəzarət etmədən öz kurslarında bizim məlumatları paylaşırlar öz adlarından. Və həmçinin bəzən sağ olsun dırnaqarası elə tələbələrimiz olub ki, Instagramda bizim izləyicilərimizə yazıb öz kurslarını, öz yeni açdıqları, onu da qeyd edim, bizdən öyrənib öz kurslarını açıb təriflədikləri məqamlar çox olub. Hansı ki, bizdən öyrəndiklərini biz onlardan daha yaxşı bilirik adı altında izləyicilərimizə yazırlar. Təbii ki, bu faktlar da çox olub. Bunun barədə biz storylərdə də eyni Instagram storylərdə də paylaşımlar eləmişik və həmçinin də belə mesajlar onsuz da bizə gəlib çatır həmin izləyicilər tərəfindən. Bunu da qeyd edeyim ki, artıq bilirsiniz ki, biz onsuz da bütün tələbələrimizlə kursu tələbəmiz əldə edərkən onunla müqavilə imzalayırıq və həmin müqavilənin 7-ci maddəsinin bəndlərinə əsasən kurs yayıldığı halda və belə deyim, həmin tələbə tərəfindən digər bir şəxsə satıldığı halda artıq məsələyə hüquq mühafizə orqanları tərəfindən nəzarət edilir. Çünki müəlliflik hüquqlarının pozulması faktı qeydə alınır bu məsələdə və artıq bir neçə tələbəmiz var ki, onlar da elə bizim özümüzün vəkilləri və hüquqşünasları vasitəsilə cəzalandırılmışdı və kursu yaydıqlarına görə onlara müəyyən məbləğdə, elə kursun dəyəri məbləğindən də artıq pul cəzası verilmişdi. Ona görə də bir daha qeyd edirəm ki, bax bu materialların yayılması həmin müqavilədəki maddəyə əsasən siz də əgər hansısa bir bu kurs materiallarını yayarsınız, təbii ki, onda da biz hüquqi cəhətdən bu məsələyə baxacağıq, araşdırırıq və üstəgəl onu da qeyd edeyim ki, bu sferada ən böyük olduğumuz üçün bizə demək olar ki, belə hansısa bir tələbəmiz kurs satanda və yaxud bizim kursu yayanda onsuz da bizə gəlib çatır bu məsələlər və yaxud izləyicilərimiz tərəfindən də olur bu və yaxud bizim özümüzün bəzi strategiyalarımız var ki, həmin şəxsləri aşkar eləyə bilirik. Bura qədər izlədiyinizə görə, anlayışınıza görə təşəkkür edirəm və belə notlarla bitirmək istəmirəm videonu. Güman edirəm ki, Facebook marketinqi vasitəsilə siz öz satışlarınızı 1-ə 5 artıracaqsınız. Bu reklam marketinqi həqiqətən də sizin satışlarınızı artırma gücünə malikdir. Əsas dərslikləri, daha doğrusu kursun, belə deyim, daha da satışınızı artırmaq üçün lazım olan, bir daha qeyd edirəm, horizontal və vertikal scale strategiyasını öyrənmək üçün sadəcə Cabbar bəyə müraciət edə bilərsiniz. O sizə əyani şəkildə artıq həmin bu strategiyaların tədrisini həyata keçirəcək. Hər birinizə uğurlar arzulayıram və sizə bol satışlar arzu edirəm.